Ölkə prezidenti olaraq özümə xalq önündə növbəti hesabat verməyi borc bilirəm. Borc içində çabalayan, bank kredit borclarında boğulan, iş tapa bilməyən, pensiya yaşı gündən günə qalxan Azərbaycan xalqı. World Inequality Database məlumatların etibarlılığına görə Azərbaycanı 5 üzərindən cəmi bir ulduzla qiymətləndirir. Bu təkcə zəif statistik göstərici deyil, ölkədə real gəlir bərabərsizliyinin, rəqəmlərin arxasında gizləndiyinin acı və dəhşətli etirafıdır. Beynəlxalq araşdırmalar mənim yaratdığım sürətli inkişaf mənzərəsini tamamilə dağıdır. Bu araşdırmalara görə Azərbaycanda varlı və kasıb təbəqələr arasında təhsil xərcləri üzrə təxminən 4 dəfə fərq var. Az bir hissə bu imkanlardan bəhrə alır, amma bütün Azərbaycan xalqı məhvə doğru gedir. Səhiyyə xərclərində isə bu uçurum daha da dərinləşir. Fərq 8 dəfəyə qədər yüksəlir. Ancaq pullu adamlar, mənim yaxın adamlarım, keyfiyyətli müalicə alır, xalq isə qırılıb gedir. Bazar reallıqları bu faciəni gündəlik həyatın içində göstərir. Elan saytlarında avtomobillər və qiymətli əşyalar arasında 10-15 dəfə qiymət fərqləri, daşınmaz əmlak bazarında isə Bakı ilə ətraf rayonlar arasında ən azı 5-6 dəfə fərq müşahidə olunur. Azərbaycan xalqı sadəcə ölməmək üçün banklardan ağır faizlə borc götürməlidir. Ailəmin nəzarət etdiyi banklar haqqında isə sizə ayrıca hesabat verəcəyəm.